Salam, salam dostlar, arkadaşlar, yurttaşlar, soydaşlar. Dünyanın her yanına səpələnmiş məmləkətimizin gözəl insanları. İçində özü boyda Azərbaycan yaşadan hər yerdə şərəfinlə, namusunla Azərbaycan adına imza atan hər kəsə salam olsun. Görürsünüz, biraz gecdi deyəsən. Niye geç çıxdım? Birisi de bizim pəncərənin altında restoran var. Bax, 2 dəqiqə əvvəl nəhayət sustular. İndi bizim elə gücümüz yox ki, bunların restoranlarını heç olmasa akustikasına təsir edib səsini azaldaq. Evin içi elə bir toyxanadır. Hətta pəncərəni örtəndə belə, pəncərələri örtürəm, yenə də toyxananın səsi evdən getmir. Yəni təsəvvür edin, burada 16 mərtəbə, 9 mərtəbə, 3 dənə də 9 mərtəbə belə. Bu qədər insanların rahatlığı, kiminsə kaprizi üçün bax belə, hər gün. Hətta Məhərrəm ayında belə bunlar durmadılar. Mən bilismlə maraqlıdır. Məhərrəm ayında belə, yəni indi Azərbaycanda nə bilim, İmam Hüseyin, Yezid filan deyənlər, danışanlar var, özlərinə qan axıdanlar var. Və bir adam bunlara dur deyə bilmir. Amma tutaq ki, mən bilmirəm, hansı dağda ildırım çaxmışdı, birdən-birə Şah İsmail bomba kimi düşdü məmləkətin içinə. Nə məsələdir bu belə? Sizcə nə baş verir? Əziz mənim və əsil müsəlman qardaşlarım, nə baş verir? Bu Şah İsmail hansı dağda qurdu ölmüşsü? Bayram deyil, seyran deyil, hanım günü deyil, nə bilim, doğum günü deyil, nə baş verib ki? Nə bilim, doğum günü deyil, nə baş verib ki? Birdən-birə bütün ölkə Şah İsmail'dan danışır. Məsələ onda deyil, kim təqdir edir, kim tənqid edir. Amma niyə? Deyirəm da, bax, bu şəhərin minlərlə, 10 minlərlə ailələri, illərlə yazırlar, pozurlar, danışırlar. İnsanları axşamlar, gecələr yarıya qədər, bəzən saat 2-3-ə qədər rahat yatmağa belə qoymurlar. Rahat, bunun xəstəsi var, körpəsi var, nə bilim, rəhmətə gedəni var. Təsəvvür etsin, bu da kiminsə adam rəhmətə gedib, bu tərəfdə də toyxana. Yəni, necə, bu Fazıl Qəzənfəroğlu məsələm üçün niyə bundan danışmır? Ya da deyək ki, laf elə Talih Şahsuvarlı olsun, digərləri dəxli yoxdur. Mənim dərdim o deyil, mən düşündürən ayrı şeydir. Bu məmləkətin bu qədər sosluya bağıran problemləri varkən, baxın, bu ayın adı nədir? Bütün Bakı şəhərinin bütün yollarını zəbt edib, yol kənarlarını özlərinə nə düzəldiblər? Parkovka düzəldiblər. Və indiyə qədər heç kim bilmir ki, bu parkovkalardan yığılan milyonlarla pullar hara gedir? Kim mənimsəyir bunları? Bu günlərdə bax, yenə də qazın qiyməti yarım qəpik qaldırdılar. Nə bilim, indi illərlə danışırıq, təhsil bu, irəlidə məktəblərdən danışacaq maraqlı şeylər var. Məktəb belə, səhiyyə belə, ondan sonra ali təhsil sistemi belə, indi rüşvət, korrupsiya öz yerində, məhkəmələr, bazar, prokurorluqlar, nə bilim, bax belə, quldurxana, elə, heç kimin səsi çıxmır, heç kimin. Paralel hökumət az qala artıq dövləti ələ keçirmək üzrədir, cınqırlarda çıxmır. Yəqin fikir verirsiniz, bu günlərdə bir qadının səsi yayıldı, səsi də görüntülü yayıldı, məsələn üçün. Qaçqınlarla bağlı çox biədəb belə, çox belə tərbiyəsiz və həm də yəni qızışdırıcı belə bir çıxış getdi. Bir deyilənə görə yəhədə olan qadının bir çıxışı getdi. Orada məsələn üçün it ilində tutaq ki, Meydan TV-yə like qoymuş, yaxud da nə bilim, şəhər yazmış adamları polisə çağırırlar. Bunlar kimdir, bunlar niyə belliyirlər? O Sibrizdə nə baş verir? Bu ölkədə bu son vaxtı bu
artan xətlə davam edən bu etnik müstəvidə gedən müzakirələr, Kürt millətindən olanların belə görünür şəkildə ayaqlanması elə. Ondan sonra daha nələr. Yəni hər gün bu ölkədə cərimələr, ondan sonra bax bu qiymətlərin artımı, yəni elə şeylər yaşanır ki, normalda sanki hər şey ona yönəlib ki, bu toplumun, millətin və insanların həyatını biraz da çətinləşdirmək, biraz da bunları xofda, qorxu altında saxlamaq və heç kimin dünya vecinə deyil. Nə xüsusi xidmət orqanları, nə hüquq mühafizə sistemi, nə ölkənin o bələdiyyə sistemi, nə prokurorluq sistemi. Maraqlı bir şey deyəcəm. Biz bəzən o böyük məsələlərə gedirik, xırda şeylərlə adamların əsəbinlə oynayırlar. Baxın, çıxıram blokun ağzına rad yapışdırıblar. Bilmirəm, qaz pulunu ödəməyin, qazımızı kəsəcəyik. O hər 10 gündən bir bələdiyyə dad gətirir. Qapıya bir dad açırlar, elan vurub gedirlər ki, bələdiyyə bilmirəm nə qədər pul ödəməsən sizi məhkəməyə verəcəyik. Telefona mesaj gəlir işıq idarəsindən, işıq pulunu ödəməsən işığınızı kəsəcəyik. Allah sizin işığınızı kəssin, qazınız kəsilsin. Qardaş, olmazmı ki, məsələn, işıq idarəsindən mesaj gələr ki, ben gör nə deyirəm ha, mahiyyətcə yeni şeydir ha. Lütfən, işıq borcunu, işığa elektrik enerjisine olan borcunuzu ödeyin. Ödeyin ki işığınız gür yansın. Belə deməyim olmazmı ki? Minirəm avtobusa əvvəl Sovet vaxtı 7 yaşına kimi, indi 5 yaşa salıblar. Olsun. Olmazmı ki yazasız ki 5 yaşın 6 yaşına kadar uşaqlar pulsuzdur. Yazırlar ki 5 yaşdan yuxarı uşaqlara bilet alın. Cəmaat nə bilim belə. Bu əslində görünürdə xırda şey deyilmi? Xırda şey də deyil. Bunlar bizi hər yerdə bax belə şantajla, qorxuyla üstümüzə gəlirlər. Əzəriz, keçəriz, öldürəriz, işığınızı kəsərik, qazınızı kəsərik, suyunuzu kəsərik. Ya qardaş, bu milləti kim sizə belə ad verib? 21-ci əsrdə tam qardaşım. İndi internet əsridir. Sonra da biri yazır, biri danışır, birinin əsəbləri dözmür. Dərhalda başlanır, onu tutdular. Mən bu Şah İsmail'lə bağlı belə bayraq götürüb qabağa düşənlərdən soruşuram. Son günlərdə bu psixiatriya ilə bağlı bu polisin heç bir vətəndaşın razılığı olmadan psixi müayinəyə məcburi qayda aparılması, bunun nə qədər dəhşətli şey olduğunu bilirsiniz. Və Fazıl Qəzənfəroğlu niyə danışmırsan? Və bu qanunlar axı sizin parlamentdə qəbul olunur. Təkcə Fazıl yox, 125 deputat var orada. Kişilər. Alo. Nə demək ki bu? İndi siz deməksiniz ki, yəni cəmaat elə belə, bu milləti sizə eşək əvəzi verməyiblər, belinə minəsiniz. Dünya tarixi yaranandan hökumətin də, dövlətin də vəzifəsi insanların toplumun həyatını yüngülləşdirməklə, bu mükəlləfiyyətdir, sizin mükəlləfliyiniz budur. Cəmaatın belinə minmək deyil sizin işiniz, kişilər. Şah İsmail'i belə ortadan qılınçlayan, bəxtə Şah İsmail'in qılıncıyla o birisinə hücum eləyən arkadaşlar, bir durun soruşun da, bax, İlham Əliyev bu ölkədə nə baş verir? Eləcə demirəm ha, bax, keçən dəfə də dedim, təhqir, söyüş də lazım deyil, indi o söyüş söyənlər də turlayın. Onlar aparın gitsin. Yəni parlamentdə indiyə qədər eşitdiniz, bir deputat dursun desin ki, bir cənab prezident gəlsin burada bir parlamentdə danışsın, görək bu ölkədə nə baş verir. Və bu qədər anti-humanist, insanlıq əleyhinə yozulacaq qanunlar necə qəbul olunur? Və bunların hamısı da aparatdan gəlir, həmən prezidentin administrasiyasından, o aparatdan gəlir axı qanunlar, orada yazılıb gəlir. İndi bunun hesabını kimsə verməlidir bu millətə, yoxsa elə belə gedə nə olacaq ki? Bu boyda neçə ildir tərtər məsələsi fırtına kimi, tsunami kimi ölkədə bax belə qalxır, yenir. Dalğa vari qalxır, düşür. Bu parlamentdə, bu nə bilim dedim də, bu Şah İsmail'dən danışanlar, AXCP necə qurulub deyə bir-birinə agent deyən o dadlar belə. Baxın, nə baş verir? AXCP necə quruldu deyə bir
serial başlayıb orada. Kim nə gəlir danışır, kim nə, bilən də bilməyən də dəxil nə var? Yəni AXCB necə yaranıb? Yaxşı yaransa da bizimkidir, pis yaransa da bizimkidir. Bu tarixdir. Elə indi buradan bunlar nə anlamaq istəyirlər? Əvəzində nə baş verir? Ölkənin bugünkü problemlərinə heç tüpürmək istəyən, heç baxmaq istəyən yoxdur. Axı bu ölkə gözümüz görə ölkəmiz əlimizdən alınır. Ölkə işğal olunur. Artıq bəlkə də olunub. Elə torpaq ayağımızın altından qaçır. Və bu hər gün insan ağlını əlindən alacaq qədər, insanın ağlını çaşdıracaq qədər problemlər yaşanır. Niyə bir adam dillənmir? Bu boyda media filan. Yadınıza düşəcək, mən bu 15 il, 17 il bu jurnalist kız nədir, o Toplum TV filan adı verdilər. Orada mən bir ifadə işlətdim. Dedim ki, icebergin görünməyən tərəfi əldə görünəcək. Göstərdilər onda bizə. Bizə göstərdilər. Rauf Arifoğlu'nun dili ilə göstərdilər. Və müsahibə görünürdə elə təşkil olunmuş ki, müsahibə. Fikir verin, diqqətlə qulaq asın. Sanki jurnalist zorla Rauf Arifoğlu məcbur edir ki, bunlardan danış. Və Rauf Arifoğlu da məcbur bunlardan danışırdı. Güya məcbur idi, amma oyun zaten belə qurulmuş ki, onlar soruşsun, Rauf da danışsın. Hədəf nə idi? Hədəf yəni bunların xarici ölkələrin agentidir olduğunu həm ölkənin içinə yaymaq. Ama Rauf Arifoğlu'nun işi deyil ki, adama verilməmiş tam orada nə qaçaqmalçılıq yazılıb, burada agentura seti qurublar filan filan. Rauf'un özü has agenturanın setidir. Yani bir onda o jurnalist niyeyse soruşmadı. Yani o jurnalist onu istəyirdi, Rauf da onu demək üçün çıxmışdı. Rauf'un özündən soruşan olmaq ki, zamanında sen bunlardan da adıydın. Yani mənim yadımdadır, Rauf bir müsahibə vermiş ki, başkan belə çox da hündürdən getməsin. Mən başkana çox böyük sıfırlarla qutaran paralar vermişəm. Hardan alırdı o pulları? Yəni, söhbət ondan getmir. Və mən icebergin görünməyən tərəfindən də onu deyirdim. Hələ irəlidə daha nələr olacaq, görəcəksiniz. Mən, yəqin onu indi demək olar. Baxın, Etet, mən indi sizə bir Əvəz Zeynal'ın tutulan günü axşamüstü Əvəzlə Elçin tutulmuşdu. Mən danışanda dedim. Dedim, sabah elə şeyler olacaq ki, mən onu bu dəqiqə mən bilirəm. Bu dəqiqə desəm, mən daşqalaq eləyirlər. Amma sabah bəlli oldu ki, Elçin vəkil, Elçin familiyası neydi? İsmailov. Elçin İsmailov vəkil. Əvəzi necə deyək, bada vermə hesabına Elçin bayıra çıxdı. Mən də onu dərciydim. Əslində mən Amerikada daşımıram, hər şey zaten kənardan görsə. İndi Rauf Arifoğlu deyir ki, necə ola bilir ki, burada kənardan gətirdilər, qururlar. Mənim texnikam bunların texnikası məndə yoxdur. Bunlar məndən çox maaş verə bilirlər. Mən onu belə bir şey soruşum da. İndi Rauf Arifoğlu düz deyil, davamdır. Bunlar yekədilər, böyüdülər. Elə Rauf Arifoğlu soruşur ki, necə ola bilir ki? İndi mən də burada soruşuram. Necə ola bilir ki, indi bizdə Ağustos'da 25 ildir, bu işin başındayıq. Biz hələ Rauf Arifoğlu'nun 5'te 1'i yox. 10'da 1'i qədər imkanlara sahib deyilik. Onun səbəbi nədir? Əgər Rauf Arifoğlu bu hakimiyyətin adam rəsmən etiraf edilir, boynuna alır ki, bu hakimiyyətin troludur. Adam troldusa nə fərqi var? John'un trolusan, Məhmədin trolusan, yoxsa Vəlinin trolusan? Ya da Semin trolusan, adam troldursa. İndi adam özü deyir, axı, deyir, mən o söz deyərəm, sonra mənə problem olacaq. Həm də adam deyir ki, gedir medal alır jurnalistikada, nailiyyəti. Bu ölkədə jurnalistikada yoxdur. Onu aparın, qaytarın. Mən də Şəmkirdə su briqadasında su sürürəm. Nə demək istəyirəm? Bir daha deyirəm, hansı dağda qurd ölmüş ki, Şah İsmail belə sürətlə ölkənin gündəminə girir. Və bütün ölkə Şah İsmail'dən danışır. Bilən də, bilməyən də, xəbər olan da, olmayan da. Şah İsmail mənim hesabımda. Şah İsmail Nadir Şahdan da böyükdür bizim tariximiz üçün. Hətta dünya tarixində belə Şah İsmail çapında tutaq ki, zamanının, öz dövrünün şahın şahı ola biləcək ikinci bir adam olmuyor. Nadir Şah deyək ki, hazır taxtaca oturmuşdu Nadir Şah.
Şah İsmail 13 yaşında gelip 14 yaşında artık ülkeleri dalbadal ölçü alıp imperiya kuruldu. Ona göre Şah İsmail bunun dünya tarihinde, edebiyatta da var. Dünyanın siyasi gelişmiş dünya tarihini, siyasi tarihini yazan müelliflerin eserlerinde de var. Şimdi koyta ne bileyim şimdi gene bir edep söz işletme istemiyorum. Çıkıp Şah İsmail'e kıymet verirler. Şah İsmail öz dövrünün, öz zamanının bütün o kızılbaşlarınla, bütün o diğer ki Şiilik mezhebinle filanınla o zaman Türkçülük yok idi, o zaman milletçilik yok idi. O zaman devletler vardı, imperyalar vardı, her imperyasını kururdu. Şimdi o Avrupa ile Vatikan'la alakalar filan bu da gene de dövrün talebine büyündüyle değil mi? Niye sorgulanmaz ki? Mesela 6 ay, 1 yıl bundan evvel Avrupalılar, Amerikalılara üzerine Irak'tan İlham Aliyev indi Putin'le, Trump'la yanaşı oturmağından gurur duyur. Ya bu nedir ki? Yani tarihin ve zamanın getirdiği şartlar ve o şartlara uygun davranmak bütün ister prezident olsun, ister kral olsun, ister şah olsun, ister demir kim olsun, çar olsun, zamanın taleplerine uygun davranmayan liderler mağlup olurlar. Ve Şah İsmail bir daha diyelim dünyanın hem siyasi hem de hatta bədii edebiyatında Şah İsmail'in o da elə belə her adamın işi değil. 13 yaşında hakimiyyətə gələ 14 ildə hakimiyyətdə olub 14 ölçü alıb bir böyük imperiya qurasan ve bunun da biraz bundan gurur duyulmalıdır. Ben Şah İsmail'e münasibətim daha indi kim ama ben anlamıram, ben büyük Şah İsmail'den niye danışıram bu? Niye ben Terter meselesi bugüne kadar niye çar-çor olublar, niye kulaklar tutulup, niye ürəklər daşa dönüp, niye diller lal olup, niye gözler kör olup, şöbrattan nedir bu Terter'in bu boyda tsunami, ölkəni silkələyən tsunamini görmürlər. Şah İsmail'i deməli gör neçə il, 500 il, 600 il bundan əvvəl Şah İsmail'lə ne bileyim ona. Gidin hele Atilla'dan danışın. Sonra birazdan sonra Çingiz Han'ı müzakireye çıkardı. Ondan sonra ne bileyim İvan Grozny zattı. Olur da tarihte bunlar var. Stalin ne bileyim. Şimdi o tarafta dedim da bu 30 yıl 40 yıl bundan evvel Xalq Cəbhəsi necə kurulduğunda ne olduğunu ama dağıl. Baştan evvel o deyir o agentiydi bu deyir satqınıydı bu deyir. Əlaqəsi yoktu. Bugün ölkə elden gedir. Yaxşı pis Xalq Cəbhəsi neyin ipsi eləyib. Artık tarihini de görüp gidip o zaman da o dövrün o önder adamları, o dövrün tanınanları, o dövrün o harekata rehberi herenin özüne göre hakkı var. Herenin de özüne göre aldığı o raddan nedir bu içtimai nüfuz var. Vesselam. Ama günlerle, haftalarla oturup bunu o acı bağırsak kimi sürmeyin ne dağlı var. Deyirəm də bir həftədə ölkə Şah İsmail danışır. Bütün hamı düşün ne olub Şah İsmail açın. Terter'in niye danışmırlar? Gədəbəydə bu kızıl mədənlərinlə bağlı o siyanit zad ne bileyim zəhərlənmiş torpaqlar. Onlarla bağlı niye hiç kim maraqlanmır məsələ üçün? Niye bu deputatlar bir tane deputat Fazıl Qəzənfəroğlu deyətçi və digərləri durub sual vermirlər ki, kişi dayanın görək. O Gədəbəydə belə məsələ necə həll oldu? Yani 80 yaşında kadınların gözüne gaz sıkıtmakla bu meseleler hallolunursa o zaman deputatlar onu da çıksınlar takdirlerse cemiyet bunları görsün. Vesaire vesaire. Ama maraklı şeyler de var da hadi. Biraz da gülmeli size diyeyim gülün hadi. Her ziyanda bir hayır var değiller ya. Ben bir vakitler bu Göyçay'da bir kolej var. Diyesen kolejdi orada. Oradan bir haber gelmişti. Haber təxminən belə idi ki, bu tələbə, kollecin tələbəsi gəlir müəllimə deyir ki, ya müəllimə bilmirəm orada, deyir ki, bəs pırnıq yetişəndə atam söz verib. Pırnığı satıb, pırnıq da bu xidniyyət deyirlər də, bilirsə bu nədir. Karal yok. Yetişəndə atam satıb onun pulunu verəcək. Sonra deyir ki, vaxtı çatır, pırnıq satır, pul gelmiyor. Pul gelmeyende bu uşağı da diller. Şu ne bileyim o biraz alem karışır birbirine. Ve bu meselenin ben efirde danışandan sonra odadan informasiya çay içməkdir mənə. Hemen kollecden. Belli oldu ki orada
korrupsiya var, rüşvət var, nə bilim, qanunsuzluq baş alıb gedir. Bunların avtoparkı var, böyük avtoparkı, o kollecin hamısı, nə bilim, məhv olub gedib, satılıb. Təbii elə maraqlı bir şeydir. Mən də bunlara xəbər gəldikcə danışırdım. Mən bir şeyi hamı bilsin, mən o danışdığım, mənbələr inanmadığım mənbənin sözünü mən efirə daşımam. Və o arada bir məsələ oldu. Bu başlandı, adını çəkmək istəmirəm. Həm də ona görə adam bu Tərtər məsələsində o qarşı tərəfdəydi. Ona görə o mənə çoxlu zəng vurdu. Əvvəl biz onunla dedim, salam məlikimizə dolu. Nə istəyirsən eləsinlər, gəl filan, biz gələk oraya. Mən də yola verdim və sakitcə dedim, heç nə lazım deyil. Və günlərin bir günü xəbər eşitdim ki, dedilər ki, bəs özü maraqlı şeydir, bu adamların çoxu saqqallı kişi deyirlər. Göyçədə xəbər yayıblar ki, gecə saqqallı kişi gəlmişdi, gəldi, direktorla, mavinlə görüşdü, pulunu aldı, çıxdı, getdi. Belə yəni. O zaman onu da danışmışam mən. İndi bu misal niyə çəkdim? Bu ara məktəblərdən mən çox danışdım axı. Bizim bu. Və biraz da burada yaxında bir 48 nömrəli məktəb vururdum, danışırdım. İndi məktəb təzə da düşür də. Hələ bir həftə 10 gün qabaq gəlmişlər mənə deyirlər. Müəllimlərin adına şagirdlər, müəllimlər arası xəbər yayırlar ki, bəs deməzsənmi, Sərdarı danışdıran oranı keçmiş direktor məktəbi. Onlar deyir ki, o direktoru tanımıram, mən kimdir. Amma bunlar neynirlər, fikirləşirlər, nə var ya, neynirlər. Hər gün əvvəl bir eşitdim buraya, Oyduman müəllimimiz adı göndəriblər o Walmartın qabağına, onun baş gedib, adamlar da daxil belə. Sonra onu danışdım, sonra nə bilim, müxtəlif yollarla mən bilirəm də, bəzən yalancı xəbərlər gətirirlər, bəzən də mən də heç kimlə görüşmürəm, xüsusi məqsədli görüşmürəm. Niyə görüşmürəm? Mən gedib o məktəb direktoruna oturub söhbət edirəm. Mənim üçün problem deyil. Amma günlərin bir günü o söhbət prokurorluğun qabağında məni şantaj eləyirdi. Müstəntiqə şantaj eləyib 10 min pul istəyirdi, kimi ortaya çıxarsa, o zaman o olmasın deyə mən getmirəm, zəng də vurmuram. Amma informasiya gəlir, mən də danışıram. İndi bunlar nə araq, niyə bu məktəbdə xəbər yayıblar ki, valideynlərin, uşaqları. Sən demə, Sərdar Əlibəlini danışdıran məktəbin keçmiş direktoruymuş. Mən bilmirəm o kimdir. Nə bilim, vallahi. Yəni, bunlar hesab edirlər ki, Sərdar Əlibəliyə keçmiş direktor pul verir. Nə bilim, nə var. Yəni, mənə o direktoru alıb sən demə, pulla. Nə bilim, o da onların vicdanına. Amma deyirəm də, bu, orada həmkarların nə oyunlardan çıxdığını mən danışdım. Bayramlarda valideynlərdən və şagirdlərdən pul necə yığılır, onu danışdım. Mən bu, o həmkarlar komitəsinin kartını qoydum efirə. Dedim ki, gedin araşdırın. Heç adım da demədim, gördün deyirəm də. Gedin araşdırın, o karta da pul gəlir, nə qədər pul gəlir, elə yanvardan bəri. Baxın, görün, o zaman hər şey ortaya çıxacaq. Sonra bu məktəbdə direktorun aylarla, bəzən də həftələrlə məktəbə gəlməməyi, sonra direktorun öz evində ya da ayrı hardasa bilmirəm, şagirdlərin, yuxarı sinif şagirdlərinin yarısını aparıb direktorun kənarda hazırlıq keçməyi, yerdə qalanını müəllimlər öz arasında hərə aparıb evində uşaqlara, nə bilim. Yəni, dərs sistemi tamam pozulub. Və mən demişəm, tək o məktəb deyil, bütün bu ətraf məktəblərin hamısı elə. Amma əsas məsələ nədir, gülməli nədir? Bu, yaxşı bir söz var, hatta deyir, Mirzə Rəhbər Sabir yazmışdı, şairam çünki vəzifəm bu dəşlər yazım, gördüyüm nükbədə eliyim izhar yazım, günü parlaq gündüzü ağ gecəni tar yazım, bəs niyə böylə bərəldirsən ha qayrə gözünü, yoxsa əyri görürsən bu aynə dözünü? Bunlar, mən hələ görmədim bu qədər zadda. Çox cüzi istisnalar var ha. İndi heç şimdi adını hallandırıb da demək istəmirəm. Mən hələ görmədim ki, bir nəfər o güzgüdə görsənən ayıblarını örtməyə çalışsın. Sir sifətinə bir düzəliş versin. Geçsin, mənim saçım yoxdur. Şagirdlərin içinə bir normal saçını darayıb gəlsin, telini darayıb gəlsin. Hamı güzgüyü qırır. Hamı güzgüyü qırmağa çalışır, şərləməyə çalışır. Və mən keçən dəfə orada demişdim, məsələn, prezident çıxır birdən İlham Əliyev,
iclasda. Ulan qabağını alır. Qudurğanlar, ne qudurubsuz, ne bileyim böyle olacak. Qovuram sizi falan ellerim. Hamı ayaqsız çapan çalır. Yazık jurnalist deyir ki, burada rüşvət aldılar, burada qudurğanlıq var, burada məmur uşaqları belə eləyir. O dəqiqə məhkəməyə qaçırlar. Nə ilə qaçırlar? Ha, şərəf və ləyaqətimiz tapdandı. Qəribə şeydir. Adamlar utanmadan gedirlər məhkəmədə. Bu şərəf də, ləyaqət də dükanda satılan, bazardan alınan şey deyil. Şərəf, ləyaqət bir dəfə düşər, bir dəfə tapdınarsa, o da adam şərəfsiz və ləyaqətsiz olur. Ya utanmadan hamısı qaçır məhkəməyə gedir ki, mənim şərəfim tapdanıb, ləyaqətim dalçaldırıb. Barəsində məhkəmə qərarı olan şərəfi tapdanmaq, ləyaqəti alçalmaq haqqında məhkəmə qərarı olan şərəf və ləyaqət olmaz. Çünki məhkəmə qərarı qanun qüvvəsi daşıyır. Qanuna tabi olmaq hamının borcudur. Və dedim ya, bu şərəf ləyaqət gedib dükanda, bazarda alınmaqla dükanda satılmır, bazardan alınmır. Düşdü daha qırıldı. Bu pencək deyil, çırpa təzən əyninə geyinəsən. Ya da köynək deyil ki, durda geyinəsən. Şərəf, ləyaqət bir dəfə. Bildiniz? Ona görə bu da mənə çox qərib gəldi ki, bunlar illərdən bəri davam edən sistem olduğu kimi yerində davam edir. Hamı güzgüyü sındırmağa çalışır, şər atırlar, nəmmə. Alicbi özlərində günah görməsinlər. Özlərində bütün ayıbları çöldədir. Yəni, bax belə. Yoxsa mən hardan bilirəm, mənim nəyimə lazımdır. İndi bu gün o gün danışmışdım, məsələ vardı. Gün zəng vurublar ki, Sərdar müəllimlə. Dedim, valla mən səni tanımamışam, dostum deyilsən, düşmənim deyilsən. Nə bilim, amma nə qədər ki, vətəndaş mənim problemim var deyəcək, hər nə qədər ki, o məktəbdə valideynlər, o məktəbdə müəllimlər öyle ya da böyle haqlı olaraq şəhiddə bulunacaqlar, mən susmayacağım. Siz mən direktor, siz deyin ki, gedin deyin ki, İlham Əliyev tutub onu bizə işlədir. Belə, deyin deyin, mənim onun istisi-yoxu yoxdur. Emir Əmrullayevin adını çəkin. Da məktəb direktoruna deyin, Emir Əmrullayev eləyib. Nə var ki? Bəzi onun istisi-yoxu yoxdur. Yəni bir daha deyirəm, aynaları qırmaq yox. Aynaları qırmaq yox, sındırmaq yox. Və gözünü də bərətmək yox. O bərələn gözlərinə baxanda gözləri normal hala gətirib, nə bilim, ayıb yerlərini örtmək lazımdır. Elə elin ayıbın çölə tökülməsin. Mən indi gözümlə görürəm, qulağımla eşidirəm. Və bu zəhrimara qalmış ürəyimlə, qəlbimlə duyuram ki, burada ayıb var, ayıb. O ayıbı mən danışacağım, istəyirsə mən öldürürüm. Öldürmək də olur, nə bilim, tutturmaq da olur, öz əlizdədir da. Bəzən burada mənə yazırlar bəzi dostlar ki, Sərdar, belə danışırsan, sən niyə tutmurlar? Özümü deyirlər, deyirəm, valla narahatsız, gedin müraciət yerində, gedin soruşun, nə bilim, Daxili İşlər Naziri var, prokuror var, Nəqanəsi İlham Əliyev var, müraciət yazın. Soruşun ki, bu Sərdarı niyə tutmursunuz? Valla mən nə alım, gedib özüm zorla tuturum. Və mən nə deyirəm ki, nə var hökumət tutsunlar? Mən rüşvət alıram, mən şantaj edirəm, bulaq kimi, mən nə bilim, dövlətin malını talayıram. Burada barmağına vuran hamısı talancı, hamısı yalancı, hamısı nə bilim, korrupsiyoner, hamısı, oğru. Mən tutun, mən nə arayacaq, nə inirəm mən? Deyirəm də, ayıb yerlərinizi örtün. Da sakitcə, bax, onu başa salma. Ha, başa sallam, gedir, ayıb yerini örtmək əvəzi gedir, vurub pəncərəni gücünsündür, nə bilim. Və maraqlı bir şey də var, bu günlərdə mən bir... Baxın, bu tərtərdə zərər çəkmiş kimi məhkəmə tərəfindən tanınmış və illərdir, efirlərdə orada-burada danışan və haqqını tələb eləyər. Deməli, Fərzəliyev Ruslan Sadəddinoğlu. Bu, bunun Şirvan məhkəməsinə verdiyi ərizədir. İndi bunun hamısını biraz çox da oxumağa ehtiyac yoxdur, mən mahiyyəti deyim sizə. Adam deyir ki, mən məhkəmə tərəfindən zərər çəkmişim, tanınmışam. Mənim hüquqlarım pozulub, mənə o xidmətə yararsızlıq maddəsi verilib, qanunsuzdur. Ondan sonra mənə işgəncə verilib, filan. Bu, indi məhkəmədən xahiş edir ki, bunun o qanun çərçivəsində dəymiş ziyan ödənilsin, kompensasiya ödənilsin, nə bilim, filan. Və eynən bu cürə, eynən bu ərizələrlə də bilmirəm, hamısının olmaz hər halda neçə adamların 40 min alan var kompensasiya, 50 min alan var, 20 min alan var. Bu adamın işini düzəltmirlər. Yəni, eyni ərizədir. Bu ərizənin məhkəmənin birinə kompensasiya verir, birinə vermir, məsələn. Burada da nədir bu?
Bu günlərdə baş prokurorlar da buna deyiblər ki, sən buralara da gəlmə, daha səni qəbul eləməyəcəyik biz. Adam da gidin, deyim, mən haqqım verin də. Bu məhkəmə bunu zərər çəkmiş kimi tanıyıbsa, bu adam işgəncə o maşınından keçibsə, bu adama xidmətə uyğunsuz deyə qanunsuz maddə qoyulubsa, adam gedir deyir, mən haqqım verin də, bu sizdən at istəmir, dəvə istəmir. Və bu aylarla neçə ildir bu proses davam edir. İndi mən buradan bir şey deyim də, əvvəl də mən bu haqda çox danışmışam. Bu cavan oğlan da bunun 3 uşağı var, 3 balası var, elə bir ailə yəsidir. Və bu danışdıqca, yazdıqca hər yerdə vəziyyət güncülləşməkdən daha da ağırlaşır. İş yox, güc yox, ondan sonra heç nə yox, işə düzələ bilmir. Bunun hərbi biletinə uyğunsuz yazılıb falan eləyib. İndi nə gözləyirsiniz? Sizcə doğrudan mı hesab edirsiniz? Tək özdə bu Ruslan deyil, ha? Orada elə çəkmişlər ki, mən ucundan qulağından bildim də. Yəni doğrudan mı hesab edirsiniz ki, bunların birinin, ikisinin, bəlkə də üçünün, beşinin bir gün əsəbləri davam gətirməyib. Bu ölkədə belə tükürbedici məsələlər baş verməyəcək. Misal üçün deyim də, bunlar hamısı bu bəllidir də, bu ortalıqdadır. Bu prokurorların, bu müstəntiqlərin, nə bilim, bax o, bunların o vaxtı o, da işgəncə verən zabitlərin, onəm kimlərin, bir gün kiminsə qanı tökülməyəcək, ona zamanət verən var mı? Yaxud da bir gün adam ailəsi qarışıq, qapının dalından bağlayıb, ev qarışıq özünü yandırmayacaq. Zamanətiz var mı İlham Əliyev? Sən belə zamanətin var mı? Özün düşün fikirləş də, İlham Əliyev, sən fikirləş. Çünki bunların da buradan keçib. Bax deyirəm, eyni kopya, bu ərzənin kopyasıyla eyni zərər çəkmiş kimi tanınmış adam, birinə məsəl üçün 40 min, 50 min kompensasiya versə, birinə deyirsən sayışını vermir. Get kimə deyirsən də, necə olacaq bu? Bu hərbi prokurorlar getdi oraya, bəlli, bax, bu diyonlu bəlli, ondan sonra bu birisi, nə bilim, bu baş prokuror bəlli, indi polislik burada bir iş yoxdur. Məsələn. Bəs bunu yaxşı, bu adamların səbrini nə qədər sınamaq istəyirsiniz? İndi birdən bir yolunu tapdı adam, getdi Ermənistanda peyda oldu, dək. Avropaya getmirlər, Parizə getməkdə Ermənistana getməyə satdı. Vallahi. Ermənistanda peyda oldu, uşağınla filanla çıxdı. Onda da burada başlayacaqsınız, bax bu, nədir o, Şah İsmail'i vətən xain eləyənlər, başlayaq, ay vətəni satdı. Vətəni siz satırsınız, İlham Əliyev, sənin bax bu hakimlərin, sənin bu prokurorların bu vətəni satırlar. Bax, bunları məcbur edirlər, gedin bu vətəni satın. Satın deyirlər, İlham Əliyev. Bax, zorla deyir, get bizi vətənimizi sat orada. Sonra da deyirsin, nə bilim, xaricdən pul aldı, nə bilim. Xaricdən pul aldı, bax, bu neynəsin bu adam? Deyirəm, 3 övlad, görün neçə ildir, 7-8 ildir adam işsiz, işgəncədən çıxmış adam, ciyəri xarab, böyrəyi xarab. Ya adamı da deyirlər ki, sən buralara gəlmə, səni onsuz da qəbul etməyəcək. Neynəsin bu? Yaxşı, bir cavan oğlandır, belə, nə bilim, belə simpatişli bir adamdır. Bunun qabaqda ömrü var, neynəmək istəyirsiniz? Bir daha deyirəm, heç nə eləməsə, bir gün qapıyı dalından bağlayıb, evin içindən od vurub, övladlarının özündən yandırsa, sizə başucalığı gətirəcək bu. Dünya tüpürməyəcək, dünya sizin cəmdəyinizə tüpürməyəcək. Ay prokuror, ay hakim, ay DTX sədri, bilmirəm, ay bu, nə bilim, bu adın nədir? Ay prezident, bu nədir, bax, bu adam geçsin, neynəsin? Deyirəm, bax, bu ərzədə hər şey yazılıb, eynən bu ərzənin kopyasından adamlara eyni statusda olan zərər çəkmiş kimi məhkəmə bunları tanıyıb ki, bunlar doğrudan bunlara haqsızlıq olub. İndi gedin, İlham Əliyev, çağır soruş görün, bu məhkəmələr zərər çəkmiş kimi tanıdıqları adamların və bu haqqında bəraət verdikləri adamların, bəraət özdə bunlara məhkəmə hökmündən bəraət verilməyib. Bunlar necə prokurordan kağız veriblər ki, cinayət təsdiqini tapmadı. Onun özü də bəraətdir əslində. Yaxşı, bunların cinayət olmayıb, bunların işgəncə veriblər filan. İndi də bu 8-9 ildə ortalıqda. Üzr istəyirəm, adamın hesabından ciyər partlayır. İndi bu neynəsin, bax yaxşı. İlham Əliyev, bax, o da deyib, gəl, oturaq düzlənəcək.
Mən bir dəfə o vaxtı rəhmətli Sərdar Həmidov həbsxanada vəziyyəti çox ağır idi. Onda Sərdar Həmidov o Şəhriyarda elə alçaq boylu şüv belə bir oğlan idi. Cavan uşaq idi. Bizim redaksiya gəlib gedirdi. O vaxtı mən bir yazı yazmışdım bu Şəhriyar haraydı deyə. Burada yanında elə İlham Əliyev təzə gəlmişlər də. Mən onda yazdım ki, İlham Əliyev bu bir ölkədə atası dövlət tərəfindən təqib olunan, təzyiqlərə məruz qalan övladların nələr yaşadığını səndən yaxşı bir adam yoxdur. İndi yaxşı da bu Ruslan Fərzəliyev deyək ki, sizin nəzdinizdə bu sizə zəhləniz tökür gedir. Və o evdəki uşağın və o bir qadının günahı nədir? O gəlin neynəmək istəyirsiniz siz? Bu vətən onların da vətəni deyil mi? Yəni o böyüyən 3 uşaq var ha. 3. O uşaqlar özlərinlə bərabər böyüdükcə, qandıqca onların içində həm də nifrət böyüyəcək. Kimə nifrət edəcək? İlk növbədə dövlətə nifrət edəcəklər. Çünki bugünkü dövlət bir çox pallarıyla o nifrətə də layiqdir ha. Onu deyim. Sonra kimə nifrətlə böyüyəcək? Tabii ki bu hakimlərə, o prokurorlara və o uşaqlar atasının bu illərdə çəkdiyi zülümləri hamısı da eləməsə, onu da demişəm, çox əvvəldən demişəm. Hamısı da olmasa 3'ü 5'i atasının qisasını alacaq. Kimdən alacaq? Bax, bu hakimin oğlundan alacaq. Bu iddianı geri qaytaran, icra eləməyən hakimin oğlundan alacaq. Bu məhkəmədə nədir? O iddianı müdafiə eləyən, dövləti təmsil eləyən prokurorun oğlundan alacaq. Elə? İcra eləməyən hakimin oğlundan alacaq. Bu məhkəmədə nədir? O iddianı müdafiə eləyən, dövləti təmsil eləyən prokurorun oğlundan alacaq. Elə? Heç bu təhkə də bunun ağacın budağından düşmüb ki, düzdür. Bunun bu əllərində belə məhkəmə ya qəbul təmin olunmamış, hətta yüzlərlə, minlərlə məhkəmə tərəfindən təmin olunmuş da heç biri icra olunmur. Və bunların hamısı nəsillikcə bu dövlətə düşmən böyüyür. Nədir məqsədiniz bu dövlətə düşmən yetişdirməkdə, böyüməkdə? Onu bir izah edin də, bir İlham Əliyev özü danışsın ki, bir halda bunlar danışmırlar. Bax, bu efirlər var, Şah İsmail'dən danışmaq əvəzinə təşkil eləyin, prokurorlar, hakimlər çıxsın, izahat versinlər. Bax, vətəndaşları da özünüz yığın, təşkil eləyin, bu iddialarla. Hansı ki, məhkəmə qərar verib icra olunmur. Hansını ki, bax, belə əsaslı iddialar məhkəmələrdən geri qaytarılır. Bunları da özünüz yığın, bir zala yığın, prokuror da onu da canlı yayma verin. Qoyun o millət, o prokurorun, o hakimin gözünü başını çıxarsın orada. Bax, belə, bildiyin, doğrudan deyirəm, ha, belə fiziki mənada. Ki, onlar bilsinlər ki, bu cürə hərəkətlər eləmək gec tez cəza gətirəcək, gec tez. İndi, nə bilim, mən belə, burada da o dediyim məsələ var, heç kim öz ayıbını görüb ayıbını düzəltmək istəmir, örtmək istəmir. Hamı bu insanların üzərindən gedirlər, aynaları vurub sındırırlar. Mən bir daha deyirəm, mən bu tərtər məsələsi onsuz da bu belə getməyəcək. Kim nə deyir desin. Əgər ya da gec, kiminsə əsəbləri dözməyəcək. Mütləq olacaq, ha, mütləq. Heç kim bundan yəni özünü rahat hiss eləməz. Bir gün kiminsə əsəbi dözməyəcək. Və Allah göstərməsin, sonra o zəncirvari da düşər. O zaman bu qanı kim durduracaq İlham Əliyev? Bu ölkəni niyə bu günə salırsınız siz? Nə deyib bu uşağın günahı? Bax, bunun özü bir cavan oğlandır. Baxırsan belə, ona 25 yaş verməzsən, bunun da 3 uşağı var. Bilməm, bunun yaşı 25 olmaz, bunun çox olar. Amma baxırsan da belə kəlimsiz, alçaq boy bir adamdır. 20 yaş, 25 yaş verərsən verməz. Bunun arkasında 3 uşaq, 3 övlad var. Vətən əskər böyüyür. Siz doğrudan məsəl bilirsiniz ki, bu adam böyüyən oğlunu əskərliyə verəcək. Siz də aparıb ona, yəni, o gedib sizə əskər olacaq. Ona görə deyirəm.
Elə belə baxmayın. O içində nifrət böyüyən, nifrətlə böyüyən. Bax bu orduya, bu dövlətə, bu hökumətə, bu mühafizə sisteminə nifrətlə böyüyən uşaqlar heç unamazsan da, sevə-sevə vətənimi sevirəm deyib əsgərliyə gedər, günlərin bir günü gecə elə bir şeyler olar ki, bütün dünya böyle, hem dünyada biabır olarsınız, hem de dünyanın gülüş hedefi olarsınız. Ne farkı var ki, bak Mübariz İbrahimov gitti Ermenileri gece, bir gecede neçə Ermeni öldürür da. Atası bu cürə sistemlere ve bu cürə qanunsuzluğa məruz qalan uşaq. Ne garantiyanız var ki, bir gece bir kazarma, iki kazarma askeri daddan eləyib sonra da özünü vurmayacaq. Bunlar hamısı real değil. Böyle hiç kime de qərib gəlməsin. Gene derim. Şah İsmail'den danışmağına var. Ben de danışaram. Şah İsmail belə elədi. Xalq cəbhəsini belə qurdular. Filan kəs agent idi. Filan kəs hiç əlaqəsi yoxdur. Bu Tərtər məsələsi düz 8 il, 9 ildir bu ölkəni tsunami kimi bax belə çalxalayır. Hani o medyada tərəqqi medya adamları, hani o nədir əməkdar jurnalistlər, hani bu yeri geldi gelmedi orada ne bileyim ikona, Mehriban Hanım'a ikona dayan deputatlar, hani mesela Mehriban Hanım'a ne der desin, bəs bu insanların taleyindən kim məşğul olacaq? Kim buna baxmalıdır? Bu Sərdar Əlbəliyə düşüb bunun hamısı. Bir daha deyirəm, mən valla heç kimə səlahiyyətimdə gücüm çatmaz, amma İlham Əliyevə deyirəm. İlham Əliyev, bu məsələləri yoluna koyun. Əks təqdirdə bir gün mütləq bunun bəlasını bulacaqsınız. Mütləq. Söhbət səndən getmir. Ama bir gün elə bir şey olacaq ki, bütün dünya hem gülüş hedefine çevrileceksiniz, hem biabır olacaksınız, hem de ne bileyim bu böyle ülke idare olunmaz, böyle yaşanmaz. Tərtər, Tovuz, Gədəbəy, Gəncə, ondan sonra ne bileyim, bak əskər ölümlər həmişə deyirəm, ondan sonra bu qədər qanunsuz. Bu ayna bütün şey gəlib bizim burada çıxıblar. Bura şəhərin kənarıdır da, burada dad yox, belə. Buralara da gəlib, bütün bu Bolmartı zadın həyatını gəlib parkovka eləyiblər. Kim deyib bunlar? Bütün ölkənin, bütün magistral yolların, mərkəzi yolların, çömə, hamısını dört yan kim verib bunlara bunu? Kimdir bu ayna? Ayna paralel hökumətin çox önemli bir qoludur. Bax o dost xidməti də paralel hökumətdir. Asan xidmət də paralel hökumətdir. Tərifləyirlər, asan xidməti ala. Nətər ala? Gedib polisdə 2 şirvana düzəltdiyin için burada 5 şirvana düzəldirsən, bəlkə də 10 şirvan. Əla nədir ki? İlə cəmaat gedib pul verməkdir, orada verib də alırdı da. Ya da nə bilim, qaydı, rüşvət, prava alırdı, biri gedib pasport alırdı. Nə fərqi var? Bunlar hamısı paralel hökumətdir. Və hamısının da genelde hedefi bu milleti esas dövlete küstürmek ve ne bileyim bak böyle bezdirmek, ya koysun kaçsın ya geçsin intihar eləsin, yani neyle eləsin bu ülkede yaşamasın, bildin mi? Əvəzdə gəlir, keçən dəfə dedim, bu kütləvi yəhudilər Bakıya niyə gəlirlər? Nədir bulan derdi? Efirdə çıxır deyir ki, siz qələt elisi deyir, İsrail bayrağı əlində dizi də çöküb bizə yalvaracaqsın. Hani kimdi onu eləyən? Ne hakkıyla onu değiller. Ya bir ne bileyim yamacın bir adamını çıkardı, siz kaşkınlar ağzından gelen dedirdiniz. Dedim ya bölücülük var, bölürler. Niye bölürler? Kaşkına o değil, sonra Belarus'ta ya Yeraltı ya Naxçıvanda ya Şəkili Qubalı fərqi yok. Orada başlayır onlara söymeye. Hedef odur ki bunların zamanı gələndə bir araya gelip meydanda yanaşı duramazsın. Hepsi birbirine düşman kim baksın. Köhne tatlı imperiyalarına ayır buyur siyaset. Ve niye buna imkan verdi? Dedim ya, Kürtler böyle ayaklanırlar bu ülkede. Şimdi son vaxtda baxıram. O, nədir o, Bərzanidir, nədir gedənlər. Onun böyle adları paylaşılır. Bakıda, Gəncədə bunların restoranlarda açıq separatçı çağırışlarla toylar, rəqslər, nə bilim, tədbirlər filan görmürlər bunu. Biz niye bunu ölçü götüren yoktu? Kimdi bunun önünde duran? Ne ihtiyarı var öyle şeyler elemeye?
Ona göre böyle Rauf Arifoğlu dedim. Rauf Arifoğlu bir qəribə değil. Ben size bir şey diyeyim mi? Sonra onu da diyeyim bitirək. Ben iddia edirəm. Rauf Arifoğlu bu hakimiyyəti söyəndə də xidmətdəydi. Məhz bu hakimiyyətin xidməti. Aslında bu hakimiyyətində yox. Sistemin. Hakimiyyət zadı yoxdur burada. Boş şey, dövlət zadı yox. Onda da Rauf sistemin xidmətindəydi. İndi də sistemin xidmətindədir. Sadəcə onda Rauf bax o söyüşlə, qarğışla, o agresiv dadla bu sistemə, bu rejimə qarşı gerçekten de agresif münasibət bəsləyən, bu sistemə qarşı olan adamları bir tapıb hədəfə çıxartmaq idi. Onu eləyirdi. İndi də artıq açıq oynayır adam. Adam özü hakimiyyətin troludur bu. Bu medya niyə hakimiyyətin trolu olsun ki? Adam öz deyir mən müxalifəm. Ama hökumətə qarşıyam. Ama İlham Əliyevə qarşı deyirəm. Bu hökuməti mən qurmuşam. Yəni belə biraz bunun cəmaatı avam yerine koymaqdır. Biraz da ama bunlar həmişə oynayıblar. Deyirəm o zaman da bak bu günləri oldu ki rəhbərləri var ya. Hamısı o zaman da oynayıblar. Xidmətdə olub, indi də xidmətdədirlər. Xidmət də çox sadədir, mən demişəm. Sən belə bizə söy bizə. O söyüncün üsyanına kim gələcək birinci? Onu bize göster. Bak o da indi həmin şeydir. Adam çıxır deyir, niyə onlar mənim texnikası məndən çox idi. Mənim onlardan çox maaş verirlər. Sən niyə məndən çoxsan Araf? 25 ildə mən demirəm, səni boyda olan mərəm məsələm üçün. Səni boyda olan mərəm. Bu günlərin də ortalıqda var da belə çox cüzi istisnalarla bir daha deyirəm. Böyle studiyalar, qəşəng, o rəhbər dadlar, bu operatorlar, burada ne bileyim filan, neyle olur? Ben başa düşmürəm da indi. Mənim başa salır. Yani benim ne kadar qabiliyyətim olmasa da, ne kadar bunların Rauf Arifoğlu'nun 1/10 qədər, tutaq ki, ne bileyim Mirşahinin deyək ki 20'də 1 qədər, o birilərinin də 3'də 5'də 1 qədər mənim də olmalıydı. Niye olmur? Bu jurnalistikada mən bildiyim gerçek jurnalistikada o yoktur. Hiç kimde özünü Allah'da veremez. Ya filan kəs böyle. Onun hamısı puldur. O kadar da pul yoktu. Sonra da derinde de acıklar attı. Niye bize de pul alır? Pul almışsın ben neyle alırsın bir şeyler? Stüdyolar ise kim kurur? Niye kurur? Kim kurur onu? Ben diyelim adam nerede Siyonizmin agentidir burada. Adam deyir ben başa düştüm heç nə qanam bir təhqir eşitdim. Yani bu kadar özümüzü enayi sayırsız yoksa beni. Yani bu Rauf Arifoğlu'nun müsahibəsi başına dayanan bir avrıçılıqdır. En azından Rauf türmə görmüş adamdır. O indi uşaqlar da onu eləsə, o da öyle. Türmə görən adam, indi adamlar türmədə də bağlı qapı arxasındadır. Ben onlara haqsat kazandırmıram heç. Onlarla çox, ben onun çoxunu hiç tanımıram. Ben 25 yıl Azərbaycan mətbuatında ben onları çoxunu tanımıram. Ben tanıdıklarım var mı? Var mesela. Ben Ələsgər Məmmədlinin deyək ki, belə necə deyim, Ələsgər Məmmədlinin ya bir başka ölkəyə agent olacağını, ondan ne bileyim, ve böyle bu vətənə, bu dövlətə zərrə qədər ziyan vurmaq marağıyla bir işe girəcəyini öldürməyə inanmaram. Hamısı haqqında demirəm, Ələsgər Məmmədlini tanıyıram. Ben Azər Qasımlı tanıyıram. Azər Qasımla biz hələ salamlaşmamışıq da. Ama onun çıxışını görmüşəm, onun ədəbini, ərkanını görmüşəm, onun davranışını görmüşəm. Onun o bilik səviyyəsini, onun bax o özünün sadəcə bir insan olarak onun səviyyəsinə baxmışam. Ya adam indi sen mənə inandıramazsan, bu Azər Qasımlı belə təhlükəli adamdır. 15 yıl, 12 yıl, 20 yıl türmədə saxlamaqlar. Bir şey de yok. Ve bunların hamısının da öyle ya da böyle adında Rauf Arifoğlu çıxır. Çok ağırlıdır. Cemaat heç bilmir, bu bilir. Xaricdən pulu bana, sen bu hökumətdən alırsan, o da mecbur olur xaricdən alır. Sana pul verin hakimiyyəti ona niye vermirdin mesela? Ben demək istəsən ki pul almıram, öz dedim ben 30 bin reklam pulu. 30 bin reklam pulu sen necə alırsan? Ben niye almıyorum? Bir manatda ben alırım. Sen 30 bin alın da 1 manatda ben alırım. Niye almıram? Yani
Elə deyil. Rahap bəy və filan kəslər bəy, Mikail. Elə çıxıb, nə bilim, orada danışırlar. Fazıl Mustafa, nə bilim. İndi o Fazıl'a qarşı, nə Talih Şahsı var orada. İndi belə deyil, biraz, nə bilim, arada bir çönün bu millətə də baxın. Çönün qonşularınıza baxın. Öz ailənizə baxın. Dünənki yaşamınıza baxın. Necə yaşayıbsınız? Siz bu yerlərə necə gəldiniz? Nəyin hesabına gəldiniz? Bir 3 il, 5 il, 15 il qabağı düşünün. O zaman siz başa düşəcəksiniz ki, nə baş verir, niyə baş verir? İndi, məsələn, bunların axı özlərinin o problemi yoxdur. Tabi mən hesab eləmir, Rauf Arifoğlu bir şairin qaz pulu, su pulu problemi. Dünən baxıram, qaz pulu gəlib 43 manat havalanmışam mən. 43 manat. Mir Şahinə 43 manat yox, 443 manat da gəlsə vecinə deyil. Çünki heç Mir Şahinin o xəbər olmur. Nətər verir, kim verir. Rauf da onu kim. Ona görə belə cəmaata o barmaqla göstərmək əsasdır. O, nə var. Adamlar tutulublar. O ki qaldı, xaricdən pul alır deyirsiniz. Xaricdən pul almaq doğrudur mu? Doğru deyil. Amma bu ölkədə mən demişəm, hər 3 vətəndaşdan 2 yarımı potensial agentdir. O da hamısı bu dövlətin göz günahıdır. O hökumətin. Məndə uşağı ki evdə atası dost tanışına çıxır, məktəbdə uşaqlarla baravar gedir. Uşaq cibində 1 manat 2 manat olmayanda fərasətli qonşu o uşağı ələ keçirdəcək. Mütləq. Və bizim dövlət öz uşaqlarını belə başına bıraxıb, fərasətli qonşularımız da yaxın uzaq onlarla işləyirlər, düz eləyirlər. Deyirəm, sənin hər 3 vətəndaşından 2 yarımı nağdı potensial agentdir. Ölkəni o duruma gətirmək olmaz. Millət biləndə ki, tamam ha, dövlətin gücü buna çatır. Tutaq ki, 220 manat pensiyadan artıq dövlətin gücü çatmır. Millət ot deyər, bildin mi? Pendir şor yer, amma dillənməz. Amma millət biləndə ki, milyardlarla, milyonlarla yox, milyardlarla pul uğurlanır, pul rəsmən uğurlanır. Bunun hamısı uğrudur. Buna da 220 manat verirlər. O zaman elə pensiya və vacığa ilk qarşısına çıxan da səni satacaq. Satmasa axmaq olar yəni. Bildin mi? Toplumda da hamı qəhrəman zat deyil. Heç kimdə vecinə deyil. Baxın o uşaqlar indi deyirlər da, bax o Rauf danışıblar. Agentura seytidir. Mən burada işləyirəm. Sabah ehtiyac oldu. Mənə bax o bir adam lap deyək Ələsgər Məmmədli. Mənə dəvət dedi Sərdar. Gəl burada oturub yazıları oxu eləcə sayta qoy. Ayda sağ 500 min, 2000 dollar pul verəcəm. Mən niyə getməyim ki? Mən nə vecimədir? Ələsgər Məmmədli pulu hardan alır? Məsələn üçün deyirəm. Mən Ələsgər Məmmədli tanırım ona görə. Mən nə vecimədir Ələsgər Məmmədli pulu hardan alır? Kimdən alır? Adam bana 2000 maaş verir. Gelip otururum işləyirəm orada. İndi o pul kimdən aldı? Niyə aldı bu? Onun mənə dəxil olmamalıdır. Yəni bu cürə dedim ya, insanları bu cürə xəşləmək olmaz. Onlar orada xəşləyirsiniz. İşte de bunları Rauf Arifoğlu için bizim çıxardır sefirə bu da. Güya indi bu qız buna zorla üstüne gəlir. Bu da üstüne gəldikçe biraz da artırır, biraz da artırır. Ben demiştim. O icebergin görünməyəndə gördünüz yavaş yavaş çıxır. Hələ irəli daha nələr olacaq gözləyin. Ama məsələ o deyil axı. Adam çıxır azadlığa. Zaten bunlar azadlıqdaydı da. Bunlarla bir çağırıp bir söhbət eləyən abola. Bu yol düz yol deyil. Bax iş istəyirsiniz gedin falan yerdə işləyin. 500 manat alırsan biz sizə 1000 manat verərik ama gedin orada işləyin. Deyən olub olmayıb. Bu adam birinin ailəsi var, birinin uşağı var, birinin anası xəstədir, birinin atası xəstədir, bir əməliyyata gedir. Və adam da durduğu yerdə deyirəm də sabah məni çağırdı biri dedik ki burada otur. Heç inləmədi. Eləcə bu yazıları oxu sayta qoy. Redaktör elə. Mən də redaktorum da. Allah qoymasın elə. Sana kimi verəcəm? Mən niyə getməyim körə? Sonradan birdən bəlli olsa ki, məsələn, pulu Afrikadan alır. Onun mənə dəxli var, bax. Mənə dəxli var ki, pulu bu mənə işə götürən adam pulu Afrikadan alıb, İrandan alıb, Türkiyədən alıb, ya Azərbaycan hökumətindən, onun mənə dəxli var. Və gəlib mənə niyə tutsunlar ki? Böyle qərib şeylər var. Buna da çalışırlar, Rauf Arifoğlular üzərindən, müşahid üzərindən haqq kazanırsan. Onun haqqı yoxdur. O adamların hamısı, dediğim kimi, mən bir daha deyirəm,
həqiqət payı olmamış deyil. Amma bu efirlərdə danışmaq üçün deyil. Hələ ki adamlar tutulub içəridədir və indiki şərtlərdə heç olmaz. Adama deməzlərmi? O birinə deyir, atası deyir, acından ölən deyir, var idi yemədi. İndi siz bunlara şərait yarattınız, bunlar hamısı özlərinə görə qabiliyyət sahibi adamlar. Bunlar gedib zorla dedilər, yox mən gedib Amerikaya İngilizcə işləyəcəm. Ama buradan deyim ha, bunların da adı var ha. Bu problemdir. Azərbaycan Britaniyanın, Fransanın, Almanya'nın, Amerika'nın burada agentura siyasətini tutmuşuq deyə bilməz. Dediği gün 3 saatten sonra səfirliklər tökəcəklər çölə. Diplomatik əlaqələr kəsiləcək, sonra 10 il bərpa eləyəcəklər. Bildin mi? O maddeler de ona görədir. Nəm qaçaq malçılıq, vergiden yayılma falan. Ama adamlar gene deyirəm. O uşaqların çox heç fərqində deyil ki, nə baş verir. Özləri də mətəl qalıb. Bunlar niyə bellirlər? Ona göre ben biraz istedim bu şeylerden biraz da danışaq. Bilmirəm, az dedim, çok dedim ama bir şeyler de dedim bence. Ve xüsusilə bu Ruslan Fərzəliyev amanatı, İlham Əliyev. Bax, mən açıq deyirəm, görüşdüm, söhbət elədim. Təbii, mən nə dediyimi özü bilir. Mən çalışdım onu çəkindirim ama buradan problem çıxacaq, mən sağ deyirəm. Gedin bu adamın işini həll eləyin. 5 aşağı, 5 yukarı bu həll olunmayacaq məsələ deyil ki. Bax, buradan problem çıxacaq, İlham Əliyev deyirəm. Belə bir sağlıq, bir dazadlıq olsa inşallah görüşərik.